Salam, hörmətli izləyici. Əmək pensiyasının 3 dəfə hesab etdə bilirsiniz və bilmək istəyirsiniz ki, nə qədər pensiya alırsınız o halda. Bu barədə mən hüquqşünasları Seyidzadə məlumat verəcəm. Video sonuna qədər izləyin və sizin hamınızdan xahiş edirəm ki, videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxs bilsin. Əmək pensiyasından söhbət gedir. Əmək pensiyasının 3 növü var. Vəzifəyə görə əmək pensiyası, əyriyə görə əmək pensiyası və eyni zamanda belə deyək də, yaşa görə əmək pensiyasının təyin olunması var. Vəzifəyə görə əmək pensiyası belə deyək də, hakimlər, prokurorlar, hərbçilər və digər dövlət quruluşlarına şamil olunur ki, hansı ki, vaxtından əvvəl pensiya çıxırlar, onlara şamil olunur. O halda pensiyanın belə deyək, aldığı əmək haqqının, vəzifə maaşının 80% qədər pensiya alır. Bu bir məlumat. Digər məlumatsa əyriyə görə pensiya təyin olması. Məsəl üçün mənim kimində, mən özümdə əyri arabasındayım. Necə? Məsəl üçün insan 35 yaşına qədər birinci qrupu əyri. Beşi əmək stajı olmalıdır. O halda belə deyək, əmək pensiyası almalıdır əyriyə görə. Yəni ki 35 yaşına qədər. Beşi 35 yaşından sonra hər yaşa görə belə deyək də 4 ay staj gəlir. Məsəl üçün 36 yaşda olur. 5-i 4 ay, 37-də olur. 5-i 8 ay eğentisine gelir. Nəzərə almaq lazımdır. Üçüncü əmək pensiyası yaşa görə təyin olunan pensiyadır. Yəni ki 65 yaşda pensiya çıxırlar şəxsdə pensiya alırlar. Bunu nəzərə almaq lazımdır. Bu halda da mütləq 25 əmək stajı olmalıdır və ya hal-hazırki məbləğə görə 46.080 manat pensiya kapitalında pul olmalıdır. Qadınlar xüsusi hallarda 12 il 6 ay işlədikdə çıxa bilər. Yəni ki 12 il 6 ay əmək stajı olmalı, təhlükəli yerdə işləyirsə. Buna nəzərə alın. Üzrü sayın soyuq dəyib biraz. Ona görə o bizim səsin belə bir tərə çıxsın. Və belə deyək də, həmin o 3 dənə pensiya növünü 3 dəfə hesabatlamaq var. Birinci dəfə vəzifəyə görə pensiya çıxdığı zaman, İkinci dəfə, məsəl üçün başqa yerdə işləyirsə, pensiya çıxdıqdan sonra 6 ildən sonra hesab etdə bilirsiniz. Üçüncü dəfə yenə təkrar 6 il işlədikdən sonra hesab etdə bilirsiniz. Yəni 12 il ərzində 2 dəfə hesabatlamaq olar. Eyni zamanda əyriyə görə də pensiyanı dediyim kimi vaxtından əvvəl alırsınızsa, onu da hesab etdirmək olar və yaşa görə pensiya alırsınızsa, pensiya yaşından sonra işləyirsinizsə, onu da hesab etdirmək olar. Amma orada müəyyən şərtlər var. Onu qeyd edim. Misal üçün, pensiya yaşından pensiya çıxdığınız halda dövlət pensiya yığan kapitalı, yəni 46.080 manatı böyük 140'da daya. Amma 6 ildən bir hesab edirsiniz pensiyanı, onu böyük 72 aya. Hem 72 aydan bir ay bilirsiniz. Aynı zamanda bölünmə zamanı 72 aya bölür. 6 işlədiniz 72 aya böləcək. Yine 6 işlədiniz 72 aya böləcək. Bu da 6 ay. 6 daha düzünü. 6 hem işləməzsiniz, hem de 6 ondan sonra həmin pensiyanı hesab edin. Nəzərə alın. Amma vəzifə maaşı eğer de vəzifə daha düzünü pensiyası. Vəzifə maaşını 80% qədər alabilirsiniz. Vəzifə maaşı da bilirsiniz ki 6 hər. Hətta pensiya çıxdıqdan sonra artırsa, yenə sizin pensiya artırını nəzərə almaq lazımdır. Mütləq qaydada. Bəs deyirsiniz ki 6 ildən bir pensiya nə qədər artır, onu da sizə izah edim. Amma minimum məbləği deyə biləcəm. Bilirsiniz ki son zamanlara qədər Azərbaycanda minimum əmək haqqı 345 manat idi. Sonra artırdı Cənab Prezidentin sərəncamına oldu 400 manat. Belə deyək də, əmək haqqının 25% həmişə pensiyon fonda gedir. Bu da 88 manat. 88 manatı vururlar 72'ye, pensiya kapitalı əməyə gəlir. 6.000'den yuxarı. Onu da bölürlər yenə 72'ye. Eyni məbləğ gəlir çıxır 88. Təxminən 88 manat, 80 manat belə deyək, pensiya ala bilirsiniz.
Köyüne minimum emek hakkını hesap ediverse. Ama yenisine ama dediğim gibi yenisine hesap ettiği zaman o halde da minimum emek hakkı 400 manat olduğuna göre 400 manatın 25% pensiyonu fonuna gelir. Ümumiyyətlə belediyede 10% vatandaşların tutuğu emek hakkını 15% işlediği yerden yani idareye ödüyor. O halde da 100 manat ödediğine göre belediyede hemin 100 manatı bu 72 ay sonra böyle gezden 70'ye 100 manatı tahminen 100 manat minimum pensiya artacak. Nəzərə al. Həmin pullar da belediye birinci Ağustos pensiyanın üzerine gelir. İster 50 göre Ağustos pensiyanın üstüne gelir, ister yaşa göre Ağustos pensiyanın üstüne gelir, ister vazife pensiyası Ağustos'a göre gelir. Həmin pensiyanın üstüne gelir. Nəzərə al. Yani ki əsas məsələlərdən biri. Siz eğer adi işte işlemişsə, pensiya alıyorsunuzsa, minimum pensiya Azərbaycanda hal-hazırda 320 manatdır. Məsəl üçün deyən, deputat seçilmişsə, vəzifə maaşı alıyorsunuzsa, o halda vəzifə maaşı da onun üstünə gəlir. Nəzərə alın. Əsas məsələlərdən biridir. Pensiya kapitalı da vəzifə maaşının üstünə gələ bilər. Vəzifə maaşı da pensiya kapitalının üstünə gələ bilər. Nəzərə alın. O bir insandır. Gelir Qarabağda döyüşüb, əri olub, əriyə görə pensiya çıxıb, sonradan vəzifə verib. O halda da vəzifə maaşı, daha düzgün pensiyası onun üzerine gəlir. Mən hər dəfə nəyə görə deyəm vəzifə maaşı, ona görə maaşa uyğun hesablanır. Həmin pensiya. Nəzərə alın, əsas məsələlərdən biridir. Həmin pensiyanın hesablanması. Və məhdudiyyət yoxdur. Belediyədə 50 olan şəxslər təzədən vəzifə təyin oluna bilər. Eyni zamanda vəzifə təyin olmuş şəxs də ayrı ola bilər. Artıq bu pensiyanın seçimi özündən asılıdır həmin şəxsin. Əriyə görə pensiya alsın, yoxsa vəzifəyə görə alsın, yoxsa qocalığa görə alsın. Amma hər hazırda yəni həmin pensiyanı 2 dəfə hesab etdirə bilər. Mümkündür. Bunun hesab etdirməsi, yəni ildə bir dəfə bilirsiniz dövlət artır. Ona aidiyyəti yoxdur. Yəni siz fərdi qaydada hesab etdirə bilərsiniz. Eyni zamanda bu həmin şəxslərə aiddir ki, söhbət gedir minimum pensiyanın alınmasına 320 manatdan. Əgər evində belə 8 yaşına qədər evli təyin olmuş uşaq olubsa, ona qulluq edibsə və ya belə 70 yaşından yuxarı yaşlı şəxs olubsa, ona qulluq edibsə, buna qayın təyin olunubsa və ya patronaj təyin olunubsa, o halda da minimum pensiyasını alır. Və ya onu da qeyd edin ki, yaşlı adamı qulluq edib, sonra yaşlı şəxs dünyasını dəyişib, bunu pensiya yaşı gəlib satıb 65. Məsələn, sonra da fikirləşir ki, onsuz da yaşlı adam yoxdur, mən qulluq edəməyəm və yaxud əlvi olan şəxs yoxdur, qulluq edəməyəm, gedim bir özəl yerdə işləyim. O halda da belə pensiya 6 ildən bir hesablana bilər. Nəzərə alın, hörmətli izləyicilər. Və qeyd edin ki, əlavə məlumat üçün mənim telefon nömrəm videonun uzaq yerində YouTube kanalına qeyd olunub. Eyni zamanda YouTube kanalının şart bölməsində istənilən videonun üzərində var. YouTube kanalına abunə olan şəxslər üçün telefona hüquq məsləhətinin verilməsi 10 manatdır. Hörmətli izləyicilər, mən də əlvi olan şəxsəm. Əziz çəkin video və belə paylaşan sizinlə fikirlərimi. Heç olmasa bunu hamı bilməsi üçün bəyənim. Bəyənin üçün qoy hamı bilsin, mən də əziyyətin hədər gelməsin. İmkan daxilində abunə olun. Diqqətli qalın, çox sağ olun, minnətdaram. Abunə olmağı unutmayın, vacib bir məsələdən biridir. Hal-hazırda 5000 abunə var. Bunu heç olmasa bir 6000 satdıraq. Sağ olun.